Sünnilərin və şiələrin, klassik sünnilərlə şiələrin bir problemi yoxdur. Əgərsə deyir Allah gətirdi, əlin qoydu, məcazi mənaya yozuruq. Deyirik məcazi məna, yəni Allah Taala peyğəmbərin qəlbində elm dəryalarını cuşa gətirdi, nə bilim, neynədi, bu olar. Bunda problemi yox. Necə ki deyirik Əli əleyhissalam deyir ki, peyğəmbər ölüm anında mən üçün elmdən min qapı açıldı, hər qapıdan min qapı açıldı. Burada bir qərar qəbahət, bir qəribə bir şey görmürük. Əgər məcazi mənasını ifadə edirsə, Allah gətirdi, əlin qoydu peyğəmbərin kürəyinə, yəni elmin əta elədi. Burada heç bir qəribəlik yoxdur. Amma Vəhabilər bu cür qəbul eləmir. Vəhabilər deyir ki, nə varsa gəl ki, onu zahirin qəbul eləyəsən. Allahın əli, yəni Allahın əli. Allahın üzü, yəni Allahın üzü. Gözü, yəni gözü. Onunla da problemimiz. Ona görə indi ki siz iddia eləyirsiniz ki, hədisin zahirinə nə gəlibsə höccətdir, məcazi mənaya yozmaq olmaz. Bunda sizin dediyinizə görə Allah gətirdi, əlin qoydu peyğəmbərin kürəyinə. Yəni Allah Taala indi sizin etiqadınıza görə göy aləmindən gəldi peyğəmbərin yanına.